Davud gələndə görür ki, yekəpər bir kəs o tərəf təpənin başından çıxır hər gün, söyür qaz. Aramızda bir kişi yoxdurmu, falan yoxdurmu? Davud deyir, qardaşdan deyir, bu nə söhbətdir belə? Deyir, 40 gün deyil, sən axırıncı günə gəlib çıxmısan. Deyir, bəs siz nətər yəni də bu, belə şey olur ha? Və bunun qabağına çıxan bir kəs yoxdurmu? Orduda bir nizə ilə 1000 nəfəri öldürən oğullar olub. O qədər xəncərlə vuruşurlar ki, xəncər yapışıb, əl açılmır. 700 nəfər öldürən igidlər var. Saul özü hələ. Və nə əcəb sizin aranızda? Qorxu. İblis bizim üstümüzə qorxu ilə gəlir. İblisin səsi var. İblisin əcayib ifunət bir iyisi var. Rəbbin balları onu tutur. Oturur o, misal üçün, bir adam keçirsə, iblisə qulluq eləyən, onun ətri olur. Yəni, spesifik ətri olur ki, ona ətir deməli, voyn da, voyn, qoxu. İfunət olur, ətir olmur, ifunət. Deyir, mən hanı şah hardadır? İndi, baxın, gen də iki cür insan göstərir Allah. Biz bu günləri Davud kimi də ola bilərik və o qorxub, söyüşü yiyən o birisi cəmaat kimi də ola bilər.